2026-cı ilin iqtisadi mənzərəsi həm qlobal, həm də regional səviyyədə ehtiyatlı optimizm və diqqətli gözlənti ilə qarşılanır. Dünya iqtisadiyyatı 2024-2025-ci ilin dalğalanmalarından çıxaraq nisbətən sabit fazaya daxil olur. Bir çox beynəlxalq iqtisadi institutlar 2026-cı ilin keçid və bərpa ili olacağını bildirir. Onların ortaq proqnozlarına görə qlobal iqtisadi artım 2025-ci ildəki təxminən 2,6% göstəricidən 2026-cı ildə 3,2% aralığına yüksələ bilər. Bu ilin iqtisadi dinamizmini əsasən 3 faktor yönləndirəcək. İnflyasiyanın zəifləməsi, enerji bazarında sabitləşmə və süni intellektlə sürətlənən texnoloji transformasiya. 2026-cı ildə dünyadakı bəzi sektorlar üzrə qiymət artımı davam edəcək. Lakin əvvəlki illərlə müqayisədə bu artım daha məhdud və nəzarətli olacaq. Bahalaşmanın əsas səbəbləri iqlim dəyişiklikləri, qlobal tədarük zəncirindəki risklər və istehsal xərclərinin artmasıdır. 2026-cı ildə qlobal ərzaq qiymətləri 5-11% arası artım göstərə bilər. Xüsusilə ət məhsulları, süd məhsulları, taxıl və dənli bitkilər daha böyük bahalaşma riski altındadır. Bu artımın əsas səbəbləri quraqlıq, iqlim dəyişməsi və gübrə qiymətlərinin 18-22% artmasıdır. Dünyanın aparıcı maliyyə qurumlarının hesablamalarına görə 2026-cı ildə yaşayış sahələrinin qiyməti 10-15% arasında bahalaşacaq. Hinti məhsullarının qiyməti pandemiyadan sonra hələ də yüksək səviyyədədir. Bundan başqa, orta kirayə artım tempi illik 8-12% aralığında proqnozlaşdırılır. Dərman və tibbi xidmətlər üzrə qiymət artımı isə ən az 6-9% olaraq gözlənilir. Xüsusilə innovativ müalicə üsulları və özəl tibb mərkəzlərinin xidmətləri daha da bahalaşa bilər. Qlobal avtomobil qiymətlərində də 2026-cı ildə 3-7% bahalaşma ola bilər. Xüsusilə elektrik avtomobillərində akkumulyator xərcləri bu artımın əsas göstəricisidir. Bununla yanaşı ehtiyat hissələri və texniki servis də bahalaşmağa davam edəcək. Bəs nələr ucuzlaşacaq? 2026-cı ilin ən böyük ucuzlaşma trendi məhz texnologiya sektorunda olacaq. Süni intellektlə optimallaşdırılmış istehsal, mikrosxemlərin serial istehsalının genişlənməsi və rəqabətin artması nəticəsində smartfonlar, notebooklar, smart ev cihazları, dronlar 5-12% ucuzlaşa bilər. Texnologiyanın qiymət düşməsi 2028-ə qədər davam edəcək. Rəqəmsal xidmətlər, bulut xidmətləri, proqram təminatı və internet əsaslı platformalar daha geniş auditoriyanı hədəflədiyi üçün qiymətlərdə enmə gözlənilir. Abunə əsaslı platformalarda 2-6% qiymət azalması proqnozlaşdırılır. 2026-cı ildə bəzi ölkələrdə elektrik enerjisinin tarifləri azalacaq. Bu dəyişimin səbəbi günəş və külək enerjisi kimi alternativ enerji mənbələrinin payının artmasıdır. Beynəlxalq Enerji Agentliyinə görə təmiz enerjinin payı bu il qlobal istehsalın 40%-ni keçə bilər. Yeni ildə süni intellekt əmək bazarını formalaşdıran əsas qüvvələrdən biri olacaq. Ənənəvi işlərin bir hissəsi avtomatlaşdırılacaq, lakin paralel olaraq yeni peşə sahələri yaranacaq. Dünya İqtisadi Forumunun proqnozuna görə 2026-cı ildə təxminən 83 milyon iş yeri yox olacaq. Lakin 97 milyon yeni iş yeri yaranacaq. Əsasən rəqəmsal sahədə. Ən çox tələbat olacaq sahələr süni intellekt mühəndisləri, kiber təhlükəsizlik mütəxəssisləri, data analitiklər, UX, UI mütəxəssislər və kontent yaradıcılar olacaq. Bahalaşan sahələr daha çox gündəlik və məcburi xərclərdir. Qida, tibb xidməti, kirayə və nəqliyyat. Bu səbəbdən 2026-cı ildə sosial təbəqələşmə daha da güclənə bilər. Maliyyə imkanları geniş olanlar yeni texnologiya və investisiya imkanlarından faydalanacaq, lakin aşağı gəlirli qruplar üçün çətinliklərlə keçə bilər. Bu ili asanlaşdıracaq 3 əsas addım var. Rəqəmsal bacarıqları artırmaq, gəlir mənbələrini şaxələndirmək, maliyyə ehtiyatı yaratmaq. Bir cümlə ilə desək, 2026-cı il çətinlikli deyil, ağıllı qərar verənlər üçün fürsətlidir. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. قانونی و مشروع Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.